Yəqin ki, bu işıq direğini işıqlandıra bilməyiblər. Ona görə də projektor qoşulur, amma görürsünüz ki, projektorda işıqlanma yoxdur. Göstərirəm yaxından. Biz istəyirik ki, həmin bu ərazidə işıqlanma təmin olunsun. Yenə də qeyd edirəm bir daha. Ucar rayonunda insanların, sakinlərin yeganə istirahət edə biləcəyi yer həmin bax bu məkandır, həmin bu ərazidir. Biz istəyirik ki, bura yəni elə bir vəziyyətdə olsun ki, insanlar rahat gəlsin burada, vaxtlarını keçirsinlər. Mən buna görə adını çəkdiyim aidiyyatı qurumlardan bir daha xahiş edirəm. Azərbaycan Respublikasının Könüllü İctimai Nəzarət İctimai Birliyinin Ucar Təşkilatının sədri olaraq müraciət edirəm ki, buradakı problem aradan qaldırılsın. Biz ictimai nəzarətçilər dövlətimizin inkişafından ötürü xidmət aparırıq, təmənnasız şəkildə xidmət aparırıq və müraciətdə edirik ki, dövlət tərəfindən təyin olunan məmurlar, aidiyyatı üzrə qurumlar bu xalqa düzgün şəkildə xidmət göstərsinlər. Bu xalqın xoş rifahından ötürü işlər görsünlər. Biz hər zaman dövlətimizin yanındayıq, dövlətimizin inkişafından ötürü təmənnasız şəkildə xidmət göstərməyə hazırıq. Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.